Mən bu hədisi çox demişəm sizə. Ümidlənmək istəyəndə həmişə bu hədis yadıma düşür. Həmişə. Əleyhissalamın gözəl kəlamıdır. Deyir ki, mən indiki doğru yoldayam. Bax, hamımız özünüzün deyim bunu. Hamımız bilirik ki, biz nəyimiz olmasa da yolumuz düzdür. Razısınız? Yolumuza ki, şübhəmiz yox. Yolumuz düzdür. Əleyhissalam deyir ki, mən ki, doğru yoldayam. Baxıram özümə, görürəm bu yola mən layiq adam deyiləm. Siz deyə bilərsiniz, mən getdiyim bu yola layiq adam deyiləm. Deyir ki, mən ki, bu getdiyim yola layiq deyiləm, amma bu yoldayam. Ümid edirəm ki, cənnətə də layiq olmadığım halda cənnətə də gedəcəm. Bu ən ümid verən hədislərdən biridir. Ləyaqətə qalsa, layiqliyə qalsa qapısından buraxmazlar. Amma qarşıdakı mərhəmətli Allahdır, onu yaddan çıxarır.